Salam əziz Mix sertifikasiya hazırlaşan müəllim namizədlər. Bugünkü video izahımız basketbol idman oyununun faullar haqqında izah veriləcək. Xahiş və tələbim ondan ibarətdir ki, video izahında diqqətlə dinləyəsiniz. Çünki müəllimlərin ən çox qarışdırdığı, müəllim namizədlərin ən çox qarışdırdığı nüans basketbolda faullardır. İlk öncə basketbolda komanda faulu və oyuncu faulunu izah edelim. Basketbolda oyuncusunun faul limiti 5'dir, komandanın faul limiti 4'dür. Oyuncu 5-ci faulu etdi, oyundan kənarlaşdırılır. Ümumiyyətlə, əlavə olaraq onu deyim ki, faul sözünün mənası qayda pozuntusu deməkdir. Və oyuncu 5-cini etdi, oyundan kənarlaşdırılır. Komanda 4'ünü etdi, doldu, 5-cini etdikdə həmən komandanın səbətinə 2 cərimə atışı atılacaq. Deyəcəksiniz ki, oyuncunu bildik ki, faul etdi, qayda pozuntusu etdi, faul limitin üzərinə yazılacaq. Bəs komandanın necə yazılacaq, onu izah edin. Məsəl üçün, oyuncu 1 nömrə, oyuncu 2 nömrə, oyuncu 3 nömrə, oyuncu 4 nömrə, oyuncu 5 nömrə. Məsəl üçün, oyuncu 1 nömrə 1 faul etdi. Avtomatik olaraq komandanın faul limitinin üzərinə 1 gələcək. Oyuncu 2 nömrə, birində oyuncu 2 nömrə etdi. Avtomatik olaraq komandanın faul limitinin üzərinə 2 gələcək. Yəni, komandanın faul limitinin üzərinə 1 də əlavə olacaq. Oyuncu 3 nömrə 1'in etdi. Təzən komandanın faul limitinin üzərinə 1 gələcək. Məsələn, oyuncu 1 nömrə yenə 1'in etdi. Oyuncusunun faul limiti oldu 2, 1-2. Komandanın faul limitinin üzərinə yenə 1 əlavə olunacaq. Komandanın faul limiti doldu mu? Baxın, bunların cəmi 4 edir. Məsəl üçün, oyuncu 4 nömrəli oyuncu bir dənə faul etdi. Komandanın faul limitinin üzərinə yenidən 1 gələcək. Etdi mi? 5. 5 olduğuna görə komandanın faul limiti dolmuş olur mu? Dolmuş olur. Və həmən komandanın səbətinə 2 cərimə atışı atılır. Və diqqətlə qulaq asın. Ümumiyyətlə, basketbolda bilirik ki, basketbol idman oyunu 2 hissə 4 perioddan ibarətdir. Ötən izahlarımızda dediyimiz kimi. 2 hissə 4 perioddan ibarətdir. 4 perioddan ibarətdir. Yəni 3-cü period, 4-cü period. 2. Birinci period. Baxın. Oyuncusunun faul limiti perioddan perioda keçdikdə, birinci period bitdi, ikinci perioda keçdikdə, 2 bitdi 3'ə, 3 bitdi 4'ə keçdikdə, oyuncusunun faul limiti sıfırlanmır. 1 bitdi. 1'də məsəl üçün 3 idi. Birinci period bitdi, 3 idi məsəl üçün. 2'yə 3 ilə də davam edəcək. 2 də bitdi, 4 ilə bitdi. 2 məsəl üçün 4 ilə bitdi. 3 isə də 4 ilə davam edəcək bu şəkildə. Perioddan perioda keçəndə sıfırlanmır. Amma komandanın faul limiti isə perioddan perioda keçdikdə sıfırlanır. Məsəl üçün, komandanın faul limiti 1-ci period bitdi, komandanın faul limiti 2 idi. İkinciyə keçdikdə artıq komandanın faul limiti sıfırlanacaq. Yəni 2'ni 0 ilə başlayacaq. 2, o ikinci period 10 dəqiqə bitdi. Məsələn, komandanın faul limiti oldu 3. 10 dəqiqə ərzində 3 komandanın faul limiti oldu. 3-cü perioda keçdikdə sıfırlanır. 3-cü period başlanıldı. 3-cü periodda, məsəl üçün, komandanın faul limiti oldu 5. 2 cərimə 5 olanda 2 cərimə 66'dır. Yəni, oyun yenidən davam etdi. 3-cü periodda bitdi. 4-cü perioda keçdikdə yenə komandanın faul limiti sıfırlanır. Yəni, ümumiləşdirək, komanda perioddan perioda keçəndə sıfırlanır faul limiti, oyuncunun faul limiti sıfırlanmır.
İndi diqqətiniz burada olsun. Bilirik, basketbol idman oyununda sıfırdan üzr istəyirəm, bərabərlik yoxdur. Ötən izahlarda bildiyiniz kimi. Və bərabərlik oyun əsas hissədə bitərsə, 40 dəqiqədə bərabər olarsa, əlavə 2 dəqiqə fasilədən sonra 5 dəqiqəlik oyun oynanır. Bunu bilirdik. Bu 5 dəqiqəlik, məsəl üçün, oyuna keçən zaman 4-cü period bitəndə, məsəl üçün, 4-cü periodun 10 dəqiqə bitəndə, bu məsəl üçün komanda faul limiti 3 idi. Əlavə hissə 5 dəqiqəlik oyun oynanacaq. Ona keçərsə, o zaman sıfırlanmır komandanın faul limiti. Elə 3 olduğu kimi 3 ilə də davam edəcək. Oyunçunun faul limiti də ümumiyyətlə sıfırlanmır. Bunu bildik. Gəlin sizə texniki faul, qeyri-idman faulu, diskvalifikasiya, hücum faulundan danışaq. Texniki faul nədir? Texniki faul nədir? Meydançamızı çəkək bir kiçik meydança izah etmək üçün. Bu çox əyrə oldu. Texniki faul nədir? Hörmətsizlik, hakimə qarşı hörmətsizlik texniki fauldur. Hakimə qarşı hörmətsizlik, ümumiyyətlə mədəniyyətsizlik. Məsəl üçün, hakim oyunçunun yanına çağırır, hakim oyunçunun yanına getmir, topu yerə çırpır. Bildiyimiz hörmətsizlik. Mən onları deyildə mədəniyyətsizlik deyirəm. Əsasən, texniki faul. Texniki faul məsəl üçün, oyuncu texniki faulu burada etdi. Baxın, meydana yaxın burada. Texniki faulu burada etdi. Birinci texniki faulu etdi. Birinci texniki faula görə komandalar gəlib həmən komandanın səbətinə bir cərimə atışı atılacaq. Və cərimə atışından sonra oyun hardan davam edəcək? Burada idisə, ən yaxın yan xətt bura deyil, yan xəttdə. Məsəl üçün, burada olub, ən yaxın yan xətt haradır? Bura. Buradan yan xəttdən oyuna daxil ediləcək. Ən yaxın nöqtənin yan xəttindən oyuna daxil edəcək. Kim daxil edəcək? Cərimə atışından əvvəl top kimdəysə, həmən o komanda həmən yan xəttdən davam edir. Son olaraq top kimdəysə, həmən komanda davam edir. Birincini etdi, bir cərimə atışı, ikincini etdikdə də, artıq ikincini də etdikdə, yenə bir cərimə atışı verilir və oyuncu oyundan kənarlaşır. Texniki faula görə oyuncu hər texniki faula görə bir cərimə atışı və ikinci texniki faulunda oyuncu oyundan kənarlaşdırılır. Texniki faulu bildik. Keçək qeyri-idman fauluna. Qeyri-idman faulu nədir? Toxunaraq, kontakt vasitəsilə edilən qayda pozuntuları qeyri-idman faulu adlanır. Qeyri-idman faulu hər qeyri-idman fauluna görə 2 cərimə atışı atılır, hər qeyri-idman fauluna görə 2 cərimə atışı atılır. Və top kimdə olur? Cərimə atışı atan komandada. Və oyuncu 2 qeyri-idman faulu edərsə, oyundan kənarlaşır. Məsəl üçün, birincini etdi, gələcək rəqib komanda 2 cərimə atışını atacaq və top keçəcək, yəni cərimə atışın atan komandada qalacaq. Oyun davam edəcək, oyuncu ilə oynayacaq. Oyuncu ikincini etdikdə, deyək 2 etdikdə, ikisini etdikdə oyundan kənarlaşır. İkincisini etdiyinə görə oyundan kənarlaşacaq. Və onun yerinə ehtiyat varsa, ehtiyat oyuna gələcək. Və yenə də gələcək, rəqib komanda 2 cərimə atışı atacaq. Və top oradan başlayacaq, hakimin göstərdiyi yerdən. Və cərimə atışını kim atır basketbolda? Qayda kimə qarşı pozulursa, o həmən oyuncu gəlir cərimə atışını atır. Yaxşı, deyirlər ki, qeyri-idman faulunda həmən oyuncuya qarşı cərimə pozulur, amma o oyuncu
atmır, başqa bir oyunçu atır. Nə zaman? Oyuncu cərimə atışını ata bilmirsə, o zaman, yəni o qədər zədə alır ki, oyuncu ata bilmir də, cərimə atışını ata bilmir. O zaman komanda yoldaşlarından biri cərimə atışını atır. Bu bizim qeyri-idman faalımız. Və bilirik, cərimə atışları 5.80'lik xəttdən atılır. 5 saniyə ərzində hakim topu atır cərimə atışı atan komandaya və 5 saniyə müddətində cərimə atışı atılır. Bunu bildik. Diskvalifikasiya faalı var. Diskvalifikasiya nədir? Birbaşa oyundan kənarlaşdırma. Oyuncu dalaşarsa, oyuncu gedir hakimlə dalaşır və yaxud oyuncu o rəqib komandanın oyuncusu ilə dalaşır. Bu zaman həmən oyuncu birbaşa diskvalifikasiyadır. Yəni birbaşa oyundan kənarlaşdırılır. Və həmən komandanın səbətinə 2 cərimə atışı atılır. 2 cərimə atışı atılır və oyuncu oyundan kənarlaşdırılır. Və top hardan başlanılır? Yan xəttdən hakimin göstərdiyi yerdən. Bu bizim diskvalifikasiyamız. Və belə bir sual verirlər. Diskvalifikasiya zamanı nə zaman cərimə atışı atılmaz? O zaman cərimə atışı atılmaz ki, qarşılıqlı diskvalifikasiya olarsa. Məsələn, mən A komandasının oyunçusuyam, gedirəm B komandasının oyuncusu ilə dalaşıram. Amma B komandasının oyuncusu mənə heç bir reaksiya vermir. Və yaxud da hakimlə dalaşıram. Getdim B komandası, məsələn, B komandasının oyuncusu ilə dalaşdım, heç bir reaksiya vermədi. Bu zaman mən oyundan kənarlaşacağım dalaşdığıma görə və diskvalifikasiya ən ağır cəza növüdür. Mən oyundan kənarlaşdırıldım birbaşa və mənim səbətimə rəqib gələcək 2 cərimə atışı atılacaq. Mənim komandamın səbətinə 2 cərimə atışı atılacaq. Bəs nə zaman cərimə atışı atılmaz? Bayaq A komandasının oyuncusu idim, getdim B komandasının oyuncusu ilə dalaşırdım, B komandasının oyuncusu reaksiya vermirdi. İndi isə A komandasının oyuncusuyam, gedirəm B komandasının oyuncusu ilə dalaşıram, B komandasının da oyuncusu mənə reaksiya verir, qarşılıqlı dalaşırıq. Bu zaman hər ikimizi oyundan kənarlaşdıracaqlar, hər iki komanda qayda pozuntusu etdiyinə görə heç bir komandaya cərimə atışı verilməyəcək. Bunu da bildik. Var hücum faalı. Hücum faalı zamanı ya cərimə atışı verilmir, ya da oyuncu oyundan kənarlaşdırılmır. Diqqətli olun. Qarışdırmayın. Və bu faallardan bu qədər. Ümumiyyətlə oyunda basket faal var. Bilirik, basket nədir? Basket top səbətdən keçdi. Faal nədir? Qayda pozuntusu. İndi diqqətlə qulaq asın. 6.75'in xaricində, 6.75'in xaricində atılan uğurlu atış neçə xal idi? 3 xal. 6.75'in xarici 3 xal. Daxili neçə xal idi? 2 xal. Bunu bilirik. Cərimə atışı da 1 xal. Bunu bildik, yadda saxlayaq. İndi basket faal nədir? Mən topu attığım zaman mənə qarşı qayda pozuntusu olarsa, top səbətdən keçərsə basket faal olur. Niyə? Mən topu atıram, top səbətdən keçir, basket, həm də mənə qayda pozuntusu olur, basket faal. İkisinin birləşməsindən basket faal adlanır. Və 6.75'in xaricindən mənə qarşı basket faal olunarsa, yəni topu attığım zaman top səbətdən mənə qarşı qayda pozuntusu olur, top səbətdən keçir. Bu zaman necə olacaq? 6.75'in xaricindən olduğuna görə 3 xal qeydə alınacaq top səbətdən keçdiyinə görə. Plusa bir cərimə atışı, plus bir cərimə atışı veriləcək. Niyə bir cərimə atışı? Çünki top mənə qarşı qayda pozuntusu olub. Ona görə də bir cərimə atışı veriləcək. Yadınızda saxlayın. 3 xal plus bir cərimə atışı. Bu topu attığım zaman mənə qarşı qayda pozuntusu olur. Top səbətdən keçdiyinə görədir. 6.75'in xaricində. Buna da basket faal deyilir. Amma diqqətiniz burada olsun. 6.75'in xaricində topu attığım an mənə qarşı qayda pozuntusu olur və top səbətdən keçmir. Keçməzsə basket faal falan deyilmir. Basket faalda top səbətdən keçərdirsə, qayda pozuntusu olar, top səbətdən keçər. Amma keçməyəndə bunu uzun-uzadı deyirlər ki,
mənə qarşı qayda pozuntusu olarsa, topu attığım zaman mənə qarşı qayda pozuntusu olursa və yaxud da oyunçuya qarşı, hücumçuya qarşı qayda pozuntusu olursa və top səbətdən keçmirsə, bu necə davam ediləcək? Bu zaman 6.75-in farizində hücum edən komandanın oyunçusuna hücumçu topu atdığı an həmən oyunçuya qayda pozuntusu olarsa, top səbətdən keçməzsə, yalnız 3 zərmə atışı veriləcək. Niyə 3 zərmə atışı? Bəlkə mənə qarşı qayda pozuntusu, mən topu atıram. Mənə attığım an mənə qarşı qayda pozuntusu olur, top səbətdən keçmir. Bəlkə o qayda pozuntusu olmayacaqdı. Elə mən 3 xalımı qazanacaqdım. Yəni top səbətdən keçəcəkdi, qazanacaqdım. Onu nəzərə alaraq 3 zərmə atışı verilir. 3 zərmə atışı da nədir? Hər zərmə atışı, gəldim, hər zərmə atışına bir xal verilmir. 3 zərmə atışının 3'ünü də qazandım, xalını qazandım. Yenə toplam 3 xal olacaq. O 3 xalı qazanacaq. Bu şəkildə. Və eyni qayda 6.75-in daxilində olarsa. Daxil 2 xaldır. 6.75-in daxilində basketbol olarsa, yəni topu attığım zaman mənə qarşı qayda pozuntusu olur, top səbətdən keçir. Bu zaman 2 xal top səbətdən keçdiyinə görə 2 xal qeydə alınacaq. Plusda bir cərimə atışı yazılacaq. Yəni plusda mən gedib rəqibi səbətinə bir cərimə atışı atacağam. Əgər mən attığım zaman topu mənə qarşı qayda pozuntusu olarsa, top səbətdən keçməzsə, 6.75-in daxili 2 xal idi axı. Bu zaman onu nəzərə alaraq 2 cərimə atışı veriləcək ki, bu 2 cərimə atışı ilə mən o 2 xalımı qazanım. Və basketbol idman oyununda faullardan bu qədər. Onu da çatdırım ki, əlavə olaraq. Noyabr qrupunun qeydiyyatı davam edir, dərslərimiz təşkil olunur. Noyabrın 1-dən 0-dan qrupumuz açılır, dərslər təşkil olunacaq, MİQ sertifikasiyaya qədər. Dərslərimiz haqqında maraqlanmaq istəyərsinizsə 050 498 86 28 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hər birinizə uğurlar.